Və mənim əzizlərim, əgər belinizdə, kürəyinizdə ağrı olarsa, ağrı baş verərsə, bax görürsünüz, Şaxta baba hər zaman vertebra onurğa tibb mərkəzinə gedir. 6 aydan bir Laplandiyadan gəlir bura və burada müalicə alır. Profesor İradə Hacıyevanın yanında. Ona görə qamətini düz saxla, görün heç əyilib. 2025 yaşı var, oxşuyur 2025 yaşında kişiyə. Onu belə düz formada saxlayır. Heç ara əyilməyib. Valla getməyib. Siz hədiyə gördünüz. Babada nə deyə gördünüz? Mənim əzizlərim, əgər siz də kürək ağrısından, bel ağrısından, ayaq ağrısından əziyyət çəkirsinizsə və xüsusilə dəyərli valideynlər, əgər övladlarınızda belə bir problem varsa, yolunuzu salırsınız vertebra onurğa tibb mərkəzindən. Əməliyyatsız, iynəsiz, kimyəvi dərmanlardan istifadə etmədən, fizioterapiya vasitəsilə o qədər gözəl müalicə metodları ilə sizi sağaldacaqlar ki, özü də qısa bir müddətdə. Mən İradə xanımı, bizim dəyərli professorumuzu 2025-ci il münasibəti ilə ürəkdən təbrik edirəm. Siz dəyərli insansınız, siz gözəl insansınız, siz əsl Azərbaycan vətəndaşı, əsl ziyalısınız. Niyə əziz tamaşaçılarımız? Açıqlama vermək istəyirəm. Çünki bizim dəyərli professorumuz Vertebra Onurğa Tibb Mərkəzinin rəhbəri olaraq hər zaman şəhid ailələrimizə, xüsusilə müqəddəs şəhidlərimizin valideynlərinə, bizim müharibədə iştirak edən qəhrəman qazilərimizə, vətən oğullarımıza klinikanın qapılarını açıb, təmənnasız olaraq onların müalicələri ilə məşğul olub. Həm də şəhidlərimizdən yadigar qalan əmanət övladların, əgər onurğasında bir problem varsa, skalyozdan, kifozdan əziyyət çəkənlər varsa, təmənnasız olaraq onların müalicəsini edib. Bax, elə buna görə də İradə xanım, mən sizə təşəkkürümü bildirmək istəyirəm və sizə can sağlığı diləyirəm. Bütün Vertebra Onurğa Tibb Mərkəzinin kollektivini bayram münasibəti ilə Təbrik edirik.